Salam əziz şagirdlər. Qəbul və buraxılış imtahanlarına tez-tez düşə biləcək tip belə bir sual verilmişdir. Sualda bizə deyilir ki, AD məsafəsini hesablayın. Yəni, baxın, mən bu məsafəni hər hansı bir x ilə işarə eləyə bilərəm. Daha sonra nə edirəm? Burada hər hansı bir y nöqtəsi qeyd eləyək və burada YD və BY tərəflərini çəkməklə BCD'ye düzbucaqlı salmış oluram. Burada BC tərəfi 8-ə bərabərdir. O zaman YD tərəfi də düzbucaqlı olduğundan 8-dir. CD 4 desəm, BY də 4-ə bərabər olmuş olar. Bizdən isə soruşulan məsafə AD məsafəsidir ki, hansı ki o məsafə bizdə AYD üçbucağının hipotenuzudur. O hipotenuzu mən necə tapa bilərəm? Görürəm ki, məndə alınan AYD üçbucağı bu üçbucaqdır. Bura A'dır, bura Y'dir, bu isə D'dir. Bu tərəf 4 plus 2 6-ya bərabərdir. Bura 8-dir. Onda bizdə tələb olunan bu x tərəfi, yəni hansı ki bu tərəf, bizdə bunun AD tərəfi ilə üst-üstə düşür. Onda bura 6, bura 8 isə AD tərəfi Pifaqora görə 10-a bərabər.